Hamılar kişilər barədə deyə bilirlər ki, nə bilim, xəyanətə meyllidir və yaxud nə belə. Müxtəlif fikirlər ola bilər. Bu avtomatikləşmiş fikirləri dəyişmək üçün yenə də deyirəm ki, onunla ancaq işləmək. Ancaq necə işləmək? Yenə də onun üstünə gəlirik ki, qəbullanmaq, görmək. Görə bilmirsənsə, başa düşürsən ki, həyat getmir, tıxandı bir yerdən sonra. Onda o tıxanışın fərqindədirmi xanım? Yox. O ancaq hazırda qınama prosesini o məni atmasaydı. Çünki qurban obrazında qalmaq ona rahat hiss elətdirir hal-hazırda. Biz qurban obrazında qalanda biz neyinirik? Tənbəlləşirik də, başlayırıq hamını günahlandırmağa. Bəli. Bunun da səbəbi odur ki, biz istəmirik o komfortdan çıxaq. Dırnaq arası komfortda əlbəttə qurban özü də əziyyət çəkir. Ancaq dərk etmir ki, o hal-hazırda qurban prizmasından baxır hər şeyə. O həyatının məsuliyyətini onda öz əlinə almayıb. Dəyişiklik eləmək istəmirsə, bunun üçün heç bir real addım atmırsa, bəli. Çünki bizim hərəkətlərimiz real addımlar sayılır, sözlərimiz yox.